Deməli, bugünkü dərsimiz ismin hallanması. Bildiyimiz kimi ismin 6 halı var. Və hal şəkilçilərinin hamısı qrammatik şəkilçilərdir, leksik deyil. Yeni söz yaratmır. Birinci gəlirik adlı qal. Adlı qal. Xüsusi şəkilçisi yoxdur. Lakin cəm, mənsubiyyət və xəbərlik. Xəbərliyin ikinci adı da şəxs sonluğu. Qəbul edə bilər. Məsələn, deyirəm ev bir kökdür, adlı qal sayılır. Evlər cəm qəbul edib yeni adlı qal. Evimiz, bizim evimiz. Mənsubiyyət qəbul edib adlı qal sayılır. Evdir sözündə dırdır, durdur, xəbərli şəkilçisi də adlı qal sayılır. Deməli, adlı qal özünün özəl şəkilçisi olmasa da cəm, mənsubiyyət və xəbərli şəkilçisi qəbul edir və bu şəkilçilərin hamısı qrammatik şəkilçidir. Daha sonra varımızdır adlı qalda nələr? Bu hal cümlədə olur təyin, xəbər, mübtəda. Məsələn, desək ki, uşaqlar gəldilər. Nə etdilər? Gəldilər. Kim? Uşaqlar. Uşaqlar cəm qəbul edib adlı qaldı, cümlədə mübtədadır. Bir də deyirəm ki, gələn uşaqdır. Uşaq sözün köküdür, xəbərli şəkilçisi qəbul edib adlı qal sayılır. Bir də ki, deyirəm ki, evimiz məsələn təmir olunur. Mənsubiyyətlə də işlətdim. Nə edir? Məsələn, təmir olunur. Burada nə? Evimiz mübtədadır, adlı qaldı. Deməli, mübtəda xəbər olmağa aydın oldu. Burada da xəbərdir. Bəs adlı qal nə zaman təyin olur? İsim-isim birləşmələrində adlı qal təyin olur. İsim-isim birləşmələrimiz hansılardır? Məsələn, daş divar, taxta qapı, qızıl saat, dəmir qaşıq, yaxud da yun şal, dəri çanta, sonra torpaq yol. Sonra çox şey deyə bilərik. Məsələn, bürünc medal, tunç heykəl. Deməli, belə bir qayda var ki, iki isim yanaşı gəlsə, biri avtomatik sifətin sualına cavab verər və cümlədə təyin olar. Cümlədə işlərək baxaq. Təhlikdə bunların hər biri iki tərəfi də isimdir və nə sualına cavab verir. Deyirəm ki, məsələn, daş, divar, uçdu. Nə etdi? Uçdu. Nə? Divar. Hansı divar? Daş divar. Deməli, birinci söz cümlədə təyin olsa da, necə nəcür hansı sualına cavab versə də yenə də isimdir. Bu da isimdir, bu da isimdir, divar da isimdir. Amma belə bir qayda var ki, deməli, iki isim yanaşı gəlsə, biri sifətin sualına cavab verir. Amma yenə də isim götürülür. Və belə birləşmələrdə bu materiallar, yadda saxlayın, material bildirən sözlər isimdir. Daş, dəri, taxta, qızıl, gümüş, bürünc, tunç, bunlar hamısı isimdir. Və bunların hamısı adlı qaldı. Burada daş sözü məsələn adlıqdır. Taxta qapı sındı, məsələn, taxta adlı qaldı. Qızıl saatı aldım, qızıl adlı qaldı. Birinci sərflər adlı qaldı. Və bu zamanda adlı qalın təyin olma məqamı bu hissədir. İsim-isim birləşmələri cümlədə işlənəndə adlı qal təyin olur. Mübtəda olmağını bildiniz, xəbər olmağını bildiniz. Bu birləşmələri də cümləyə salanda birinci tərəflər olur təyin. Adlı qalda başqa elə bir önəmli bir şeyimiz yox. Kim, nə, hara sualına da cavab verir. İkinci. Var yiyəli çal. Yiyəli çal bölünür iki qrupa. Müəyyən yiyəlik. Bir də qeyri-müəyyən yiyəlik.
Müəyyən yiyəlik ın, in, un, ün şəkilçisi ilə düzəlir. Qeyri-müəyyən yiyəliyin şəkilçisi yoxdur. Müəyyən yiyəlik kimin, nəyin, bir də haranın suallarına cavab verir. Qeyri-müəyyən yiyəlik insan da olsa, əşya da olsa, heyvan da olsa nə sualına cavab verir? Yalnız bir sualı var, nə? Məsələn, deyirəm ki, kitabın üzü yazılıb. Bir də deyirəm, kitab üzü aldım. Nə edib yazılıb, nə kitabın üzü bir yerdə gedir. Burada kitabın yiyəlik, üzü onun üzü, onun qoya bilirəm deyə mənsubiyyət, yəni adlı qal. Dedik, yalnız mənsubiyyət qəbul edən sözlər adlı qalırlar. Bunun mənsubiyyət olmanı necə yoxladıq? Sənin kitabın üzü yazılıb demək olmur. Deməli, kitabın sözü yiyəlikdir. Əgər bu mənsubiyyət olsaydı, bura sənini artıra biləcəkdim. O zaman kitabın sözü adlı olacaqdı. Yaxud da kitab üzü aldım. Nə etdim? Aldım. Nə? Kitab üzü. Əslində burada aldım nəyi? Kitab üzünü. Belə olmalıdır. Yəni tamamlıq kimi getməlidir. Bunu indi xırdalayaq. Baxın. Kitab üzü əslində burada kitabın üzüdür. Qeyri-müəyyən yiyəlikdir. Şəkilçi yoxdur. Özündən artırırsan, əgər məna verirsə, deməli o qeyri-müəyyən yiyəlikdir. Kitabın üzü. Kitabın olduğu yiyəlik. Üzü sözü mənsubiyyətdir. Onun üzü. Bir də burada qeyri-müəyyən təsirlik var. Kitabın üzünü aldım. Deməli, üzü formasında mənsubiyyətdir, adlıqdır. Amma bir də üzünü qeyri-müəyyən təsirlikdir. Qeyri-müəyyən yiyəliklə qeyri-müəyyən təsirlikdə şəkilçi olmur. Özümüzdən əlavə edərək tapırıq. Yaxud da başqa bir nümunə yazaq. Deyirəm ki, məsələn, çiçək ətri ətrafı bürüdü. Burada çiçəyin ətri deyə bilirəm. Yaxud da bunu nə edirəm? Deməli, ətri sözünə baxıram ki, onun ətri deyirəm, mənsubiyyət var. Mənsubiyyətlə demişik ki, yiyəlik hal bir-birindən ayrılmaz cütlükdür. Mənsubiyyət varsa, deməli, yiyəlik var. Əgər bura onun ətri deyə bildim, mənsubiyyət götürə bildimsə, deməli, qarşıda yiyəlik var. Təzən qaydıram bu sözə, çiçəyin, in qoyuram, çiçəyin ətri. İn qoyduğum üçün bu söz olur yiyəlik. Ətri sözü onun ətri. Mənsubiyyət olduğu üçün adlanır, adlı qal. Yaxud da başqa bir şey desəm, deyirəm ki, çörək mağazası. Onun mağazası, mənsubiyyət var, adlı qal. Deməli, bura təzdən qaydıram, ın qoyuram, çörəyin mağazası qoya bilirəm, bu zaman olur yiyəlik. Deməli, qeyri-müəyyən yiyəlikdə birinci tərəf boş qalır, şəkilçi olmur, ikinci tərəfdə mənsubiyyət olur. O mənsubiyyət bizə işarə edir ki, qabaqda yiyəlik var. O zaman qaydıram şəkilçisiz sözə, özümüzdən ın, nun artırırıq. Artıra biliriksə yiyəlikdə. Yox, əgər artıra bilməsək olur adlı qal. Amma burada mənsubiyyət varsa, deməli, burada yiyəlik olmalıdır. Qeyri-müəyyən yiyəlik budur. Müəyyən yiyəlikdə də şəkilçi zaten özü var, ın, nunu görürük. Qarşısına mənim, sənin, onun qoyuruq. Məsələn, sənin qoyuruq. Sənini qoya bildiksə, deməli, mənsubiyyətdir, o yiyəlik deyil. Çünki ın, nunun şəkilçisi həm yiyəlikdə var, həm mənsubiyyətdə. Bu ın, nunun şəkilçili sözün qabağına sənin qoya bilirəmsə, bu zaman olur mənsubiyyət. Yəni, adlı qal. Sənini qoya bilmiriksə, bu zaman olur yiyəlik hal. Yiyəlik hal cümlə özvü kimi təklikdə yalnız xəbər olur. Daha sonra varımızdır. Yönlü çal. Bu hal sadədir. Yönlü çal A, Ə, yayə şəkilçisi ilə düzəlir. Yön istiqamət bildirir. Kimə, nəyə, haraya suallarına cavab verir. Cümlədə tamamlıq, zərflik, bir də xəbər olur.
Yönlü halda bəzən açıq sait tələffüzdə qapalıya keçir. Babaya, babaya, nənəyə, nəniyə. Diqqətli olun. Testlərdə yazır ki, ismin hansı halında hal şəkilçisi fərqli tələffüz olunur. Bu çıxışlıq hal olacaq cavab. Çünki orada damdən, namdən olur. Əgər sual versə ki, ismin hansı halında açıq sait, qapalı saitə keçir, bu yönlü haldır. Diqqət eləsəz, kökdəki sait dəyişir. Məsələn, baba sözündəki a, nənə sözündəki ə dəyişdi. Yəni, şəkilçi ya, yə, a, ə olduğu kimi qalır. Burada dəyişən, deməli, kökdür. Kök fərqli tələffüz olunur. Bəzən açıq sait, qapalı saitə keçən zaman yeni mənalı söz yaradır. Məsələn, cücəyə. Tələffüz olur cücüyə. Xalaya olur xalıya. Sonra var körpəyə. O da olur körpüyə. Bir də varımızdır, deməli, harada yazaq? Bir də yazarıq ki, dərəyə. O da olur dəriyə. Baxaq, dərə, çayın aşağısı dərə, dəri insan dərisi, yeni söz yarandı. Cücə, toyuğun balası cücə, cücü həşərat mənasında cücü, yeni söz yarandı. Xala, ananın bacısı xala, qohumluq, xalı, xalça mənasında. Körpə, uşaq körpə, körpü, çayın üstündən körpü, keçən körpü. Deməli, bu sözlərdə açıq saitin qapalı saitə keçməsi nəticəsində yeni söz yaranır. Sonra varımızda yönlü şans sizə sualda məsələn qarşınıza çıxa bilər ki, hər zaman mı yön istiqamət bildirir? Hər zaman istiqamət bildirmir. Məsələn, manata, qəpiyə. Bu sözlər yönlü çal sayılır. Buradakı a, ya. Yönlü çal sayılır. Lakin yön istiqamət bildirmir. Məsələn, kitabı 10 manata aldım. Manata sözündəki a yönlü çaldı, lakin istiqamət yoxdur. Qəpiyə, məsələn, 50 qəpiyə aldım. Yə orada yönlü çaldı, lakin istiqamət yoxdur. Y bitişdiricidir. Ə yönlü çaldı. Sonra yönlü çalda yön istiqamət digər sözlərdə qarşınıza çox çıxa bilər. Məsələn, telefona baxıram, baxış istiqamətim, evə gedirəm, getdiyim istiqamət. Yəni, yönlüyün işi istiqamət bildirməkdir. Bu sözlər xaric. Bu da bizim yönlü yalımız. Sonra üçüncü varımızdır. Daha doğrusu dördüncü. Təsirli çal. Bu da bölünəcək üzüylə. Müəyyən təsirlik, bir də qeyri-müəyyən təsirlik. Müəyyən təsirliyin şəkilçisi var. I, i, u, ü. Qeyri-müəyyən təsirliyin qeyri-müəyyən yəlik kimi şəkilçisi yoxdur. Müəyyən təsirliyin sualları da var. Kimi, nəyi, bir də haramı. Qeyri-müəyyən təsirliyin yalnız nə sualı var. Yenə, canlı da olsa, cansız da olsa, əşya da olsa, yalnız nə sualına cavab verir. Məsələn, deyirəm ki, işi çox çətindir. Sonra, uşaq dərsdə su içir. Bir də deyirəm ki, işi vaxtında gör. Burada mənsubiyyət, qeyri-müəyyən yəlik, bir də müəyyən yəlik var. Bir tapaq. İşi çox çətindir. Bunun qarşısına onun işi deyə bilirik. Onun sözünü qoyduğumuz üçün işi sözü olur mənsubiyyət. Yəni, bu i mənsubiyyət. Mənsubiyyətdirsə adlanır adlı kal. Başqa hal şəkilçisi yoxdursa olur adlı kal. Buradakı i adlı kal, yəni mənsubiyyətdir. Uşaq dərsdə su içir. Deməli, qeyri-müəyyən təsirli olsun, müəyyən təsirli olsun. Həmişə demirəm, amma adətən feilin yanında gəlir. Hər zaman yox. Qeyri-müəyyən təsirli demək olar ki, feilin yanında gələr. Müəyyən təsirli başda da gələ bilər, feilin də yanında gələ bilər.
Qeyri-müəyyən təsirli adlı hala çox bənzir. Baxırsınız ki, burada uşaq sözündə də şəkilçi yoxdur, su sözündə də yoxdur. Uşaq sözünü istəsəm də uşağın dərsdə su içir, uşağı dərsdə su içir demək biraz mənasız çıxır. Deməli, buna adlıq götürmək olur. Dərsdə sözündə dadə yerli hal şəkilçisidir, yerin bildirir. Gəldik su sözünə. Əgər bunun adlıq yoxsa təsirli olduğunu seçmək istəyirsinizsə, bu zaman su sözünü cümlənin ən başına gətiririk. Su sözü dəyişir olur suyu. Suyu uşaq dərsdə içir. Nəyi? Suyu. Deməli, su sözü burada qeyri-müəyyən təsirlidir. Qeyri-müəyyən təsirliyi tapmaq üçün feilin yanında şəkilsiz gördüyün sözü başa keçirdirsən. Başa keçirdən zaman I, U şəkilsi qəbul etdirsə, deməli, qeyri-müəyyən təsirlidir. Bu bir. Və yaxud da su sözünün önünə o və ya bu artırıram. Uşaq dərsdə o suyu içir. Burada yu qəbul elədi. Uşaq dərsdə bu suyu içir. Deməli, su çönüb olur suyu. Qeyri-müəyyən təsirlidir. Yaxud da burada şəkilsiz gördüyün feilin yanındakı söz səni şübhəyə salır ki, bəlkə bu adlıq deyil, təsirlikdir. O zaman özündən I, U-yu artırırsan, suyu içir. Nəyi? Təsirlikdir. Deməli, qeyri-müəyyən təsirli hal tapmaq üçün feilin yanında şəkilsiz gördüyüm sözü ya başa keçirdirəm, şəkilsi qəbul edir, təsirli olduğunu müəyyən edirəm, ya ondan əvvələ o, bu əvəzliyindən birini artırıram, ya da şəkilsiz sözə özümdən təsirli halın şəkilsini artırıb cümləni komple oxuyuram. Məna verirsə, deməli, təsirli haldır. İşi vaxtında gör. İndi bunun mənsubiyyət olub olmamağını necə seçim? Qarşısına yenə onun qoyuram. Onun işi vaxtında gör deyə bilmirəm. Deməli, işi sözündəki i mənsubiyyət yox, təsirlikdir. Müəyyən təsirlik. Niyə müəyyən təsirlik? Şəkilçi var. Qeyri-müəyyəndə özümüzü artırırıq, müəyyəndə onsuz da şəkilçi var. Baxın, işi sözü ikisində də oldu. Qarşısına onun qoya bilirəmsə, mənsubiyyətdir, adlıq hal sayılır. Qarşısına onunu qoya bilmədimsə, bu zaman elə təsirli halın özüdür. Çünki I, U şəkilçisi amonimdir. Həm təsirli hal düzəldir, həm mənsubiyyət düzəldir. Qeyri-müəyyən təsirli halında şəkilçisi olmur, özümüz qoyuruq. Məsələn, başqa bir nümunə yazaq. Məsələn, deyirik ki, kitabxana oxucu qəbul edir. Kitabxana adlıq hal, şəkilçi yoxdur. Oxucu sözü də adlığa bənzəyir. Amma özümdən artırıram. Kitabxana oxucunu qəbul edir. Təsirli hal. Deyə bilirəm. Yaxud da keçirdirəm kitabxanadan önə. Oxucunu kitabxana qəbul edir. Yenə təsirliyə bənzəyir. Yaxud da qarşısına o artırıram. Kitabxana o oxucunu qəbul edir. Hər halda oxucu sözü dəyişir olur oxucunu. Yəni, oxucu formasında qalmır. Deməli, bu söz təsirlikdir, özü də qeyri-müəyyən təsirlikdir. Bəs bunun altından xətt çəkib məndən sualın soruşsa ki, kim, kimi, nə, nəyi, bu suallardan hansını seçərsən, buna nə sualı veririk? Baxmayaraq ki, oxucu insan da canlıdır, ona kim sualı vermirik. Niyə? Qeyri-müəyyən təsirlikdir. Qeyri-müəyyən təsirliyin də istər canlı, istər əşya, istər heyvanlara aid olsun, onun yalnız bir sualı var. O da deməli, nə sualıdır? Daha sonra bir də onu deyim ki, təsirli hal cümlədə yalnız olsa tamamlıq olar. Heç vaxt xəbər olmaz. Testlərdən çox düşən suallardan biridir ki, ismin hansı halı cümlədə heç vaxt xəbər olmur? Cavab təsirli hal. Təsirli hal heç vaxt cümlədə xəbər ola bilmir. Daha sonra gəldik 5-ci. Bu hallarda elə də bir istisna yoxdur. Yerli çal. Dadə şəkilçisi ilə düzəlir. Kimdə, nədə, harada suallarına cavab verir. Məsələn, uşaqda, kimdə, evdə, harada, yaxud da deyirəm, kitabda yazılıb, nədə. Yerli şal cümlədə olur.
tamamlıq, zərflik, bir də xəbər. Məsələn, deyirəm ki, uşaqda qələm qalıb, kimdə, burada tamamlıq olar. Evdə yaşayır, harada, zərflik olar. Oxuduğum kitabdadır artırsa, nədədir? Bu da xəbər olar. 3 cümlə üzvü olur. Yerli halda elə bir ciddi qeydimiz yox. Bir də varımızdır. 6-cı halımız çıxışlıq hal. Dan, dən şəkilsi ilə düzəlir. Kimdən, nədən və haradan. Suallarına cavab verir. Məsələn, deyirəm ki, dərsdən, telefondan, yaxud da anamdan, kimdən, nədən, haradan sualına cavab verir. Bu şəkilsi bəzi sözlərdə tələffüz olunan zaman nan, nən şəklində tələffüz olunur. Məsələn, çəməndən gəlir, tələffüz olacaq, çəməndən gəlir. Atandan soruş, atandan soruş. Anandan soruş, anandan soruş. Deməli, burada bayaq vurğuladığımı yenidən vurğulayıram. Yönlük halda kökdəki açıq sait, qapalı saitə keçir. Çıxışlıq halda şəkilçi fərqli tələffüz olunur. Deməli, bizə testlərdə soruşsa ki, ismin hansı halında açıq qapalıya keçir yönlük, hansı halda şəkilçi fərqli tələffüz olunur, çıxışlıq. Yönlükdə şəkilçi fərqli tələffüz olunmur. Daha sonra çıxışlıq halda cümlədə olar tamamlıq, cümlə üzvü kimi, zərflik, bir də xəbər. Deməli, ismin hallarından yönlü, yerli, çıxışlıq. 3 hal, 3 eyni cümlə üzvü olur. Tamamlıq, zərflik, xəbər. Adlıq hal oldu. Mübtəda, təyin, xəbər. Yiyəli hal, təhlikdə yalnız xəbər. Təsirli halda yalnız tamamlıq, heç vaxt xəbər olmur. Testlərdə daha çox düşən suallardan biri ismin hansı halı xəbər olmur? Təsirli. Hansı hal mübtəda ola bilir? Adlıq hal. Hal şəkilçilərinin hamısı qrammatikdir. Hal şəkilçilərinin hamısı homonimdir. Məsələn, ın-in-ünün həm yiyəli çal şəkilçisidir, yiyəli çal, həm mənsubiyyət şəkilçisidir. I-i-u-ü həm təsirli çal şəkilçisidir, həm mənsubiyyət şəkilçisidir. Daha sonra A, ə, ya, yə həm deməli yönlü hal şəkilçisidir, həm də feildə keçəcək, deməli arzu şəkilçisidir. Arzu şəkli. Da, də həm yerli çal şəkilçisidir, həm də dadə var, deməli zərf şəkilçisidir, zərf düzəldən. Eyni ilə dan, dən. Həm çıxışlıq hal şəkilçisi olur, həm də zərf düzəldən. Deməli, desək ki, ismin hansı halının şəkilçisi homonimdir, ismin bütün hallarının şəkilçiləri homonimdir, bütün halları şəkilçiləri qrammatikdir. Sonra ismin hallanmasında. Bizə suallarda, testlərdə qarşımıza çıxan suallardan biri də budur ki, ismin hansı halları ismə aid bütün qrammatik şəkilçiləri qəbul edə bilmir. Deməli, adlıq hal, ismə aid qrammatiklər cəm, mənsubiyyət, hal, xəbərlik. Adlıq hal bunların içərisindən cəm qəbul edir, mənsubiyyət qəbul edir, bir də xəbərlik qəbul edir. Deməli, adlıq hal, hal qəbul etmir. Bir də təsirli çal bunların içərisindən cəm qəbul edir, mənsubiyyət qəbul edir, hal qəbul edir. Bu da xəbərliyi qəbul edir. Çünki cümlədə xəbər olmur axı. Bizə sual versə ki,
İsmin hansı halı, aşağıdaşlardan yaxud da hansı ismə məxsus 4 qrammatik şəkilçisini qəbul edə bilmir? Biz cümlədə ya adlıq halda olan isim axtarmalıyıq, ya təsirli halda olan isim axtarmalıyıq. Adlıq və təsirli hallar ismə məxsus bütün qrammatik şəkilçiləri qəbul etmir. İsmə məxsus qrammatiklər cəm, mənsubiyyət, hal, xəbərlik. Hamısını qəbul etməyən adlıqla təsirli. Digər hallar hamısını qəbul edə bilir. Bu bizim ismin hallanması dərsimiz.